İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Bugün Zəngilan, Ağdam və Xocabəndə növbəti köç yola salınıb. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Məmmədbəyli kəndinə 177 nəfərdən ibarət 33 ailə qayıdıb. Bugün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə də köç olub. Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 16 ailə, 55 nəfər köçürülüb. Bununla da qəsəbəyə qayıdan ailələrin sayı 67-yə çatıb. Şükür bugünkü günümüzə ki, biz köçmüşük bura. Biz o şəhidlərimizin ailəsinin belə yanında baş əyirik. Sevincimdən bilmirəm nə deyim. Çox sözlər var ürəyimdə. Onu dillə deyə bilmirəm. Hər şey ürəyimdən keçirəm, onu dillə ifadə edə bilmirəm. Bugün Ağdamın Xıdırlı kəndinə isə 13 ailədən ibarət 48 nəfər qayıdıb. Bununla da Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə, yəni 2243 nəfərə çatıb. Emin Babayev, Diana Cəlali, Spice Xəbər, Qarabağ.